İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində bugün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu, kəndə köçün 4-cü mərhələsidir. Köçlə bağlı son və ümumi informasiyaları isə bizə əməkdaşımız Habil Aslanoğlu çatdıracaq. Artıq 54 ailə, 179 nəfər yenidən öz dədə-baba yurduna qayıdır. Öz torpağında daimi məskunlaşmaq üçün, yaşamaq üçün bugün Suqovuşana, Ağdərə rayonunun Suqovuşan kəndinə yola düşürlər. Qeyd edim ki, bu 4-cü köç karvanıdır ki, Suqovuşana gedir. Ümumilikdə isə 180 ailə, 592 nəfər artıq uzun illərdən sonra köçkünlük həyatına son verir. Hazırda Tərtər ərazisindən çıxmışıq, Suqovuşanı kəndinə yaxınlaşırıq. İrəlidə bildiyimiz kimi Daxili İşlər Nazirliyinin keçid məntəqəsi var. Təbii ki, biz orada çəkiliş aparmaq istəmədiyimiz üçün yol kənarından bu maşın karvanını sizə göstərməyə, izləyicilərimizə göstərməyə çalışırıq. Hər kəs sevinçlidir, hər kəs qürurludur. Onlarla söhbət elədik, çəkilişlər apardıq. Demək olar ki, onlar 32 ildən sonra bu sevinci bizə göz yaşları ilə izah etdilər. Hisslərini göz yaşları ilə açıqladılar. Çünki təbii ki, köçkünlük həyatı yaşamaq, dəmir ev vaqonlarda, fin evlərdə, palçıq daxmalarda yaşadı onlar uzun illər. Sonradan dövlət tərəfindən bəzi ailələr tikilən qəsəbələrə, evlərə köçürüldü. Ancaq yenə də köçkünlük həyatına son vermələri təmiz başqa bir duyğu, başqa bir hissdir. Bəli, qeyd edim ki, bu qısa müddətdə yenə də qeydim ki, bu 4-cü köç karvanıdır ki, Suqovuşana yola salındı, yəni yerləşdirildi. Bu ailələr artıq öz dədə-baba yurdunda. Təkcə Ağdərə rayonu Suqovuşan kəndi deyil, Ağdərənin Həsəniz kəndinə də köçlər olmuşdu. Bundan başqa Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, bütün bu rayonlara da bizim köçlərimiz olub və ümumilikdə verilən açıqlamada bildirilir ki, 40 min nəfərə dək sakinimiz, onların bir qismi məcburi köçkün olsa da, bir qismi də orada çalışan, yəni Qarabağın, Şərqi Zəngəzurun yenidən bərpasında, abadlaşdırılmasında, yenidən qurulmasında iştirak edən ailələr də var ki, bunun da ümumilikdə sayı 40 min nəfərə çatır. Bəli, bir daha xatırladaq ki, Suqovuşana növbəti köç karvanı gedib. Artıq qeyd edək ki, köç karvanı Suqovuşana çatıb və bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatıb.